Mətn əsasında belə hökm vermək olar. Iceberglərin sabit sürət həddi yoxdur. Düzgün cavabımız bu olacaq. Çünki mətndə də bu hissədə qeyd olunub ki, onların hərəkət sürəti, ölçü, forma, okean cərəyanları, dalğalar və külək kimi amillərdən asılı olaraq dəyişir. Deməli, sabit deyil. Yaranması havaların soyuması nəticəsində baş verir. Bu yanlışdır, çünki mətnin əvvəlində qeyd olunub ki, yaz aylarında formalaşır. Iceberglərə bütün okeanlarda rast gəlmək mümkündür. Bu da yanlışdır, çünki mətndə qeyd olunub ki, daha çox coğrafi qütblərə yaxın okean sularında meydana gəlir. Daha sonra burada da görürük ki, şimal yarımkürəsində Qrenlandiya buzlaqlarında meydana gəlir. Cənub yarımkürəsində də Antarktidaya yaxın ərazidə meydana gəlir. Dənizdəki bütün buz parçaları icebergdir. Bu da yanlışdır, çünki mətnin girişində qeyd olunub ki, iceberg hesab olunması üçün ən az 4,8 metr yüksəklik, qalınlığı isə 30-50 metr aralığında olmalıdır. Artıq gəmilərin iceberglərlə toqquşması baş vermir. Bu da yanlış fikirdir, çünki biz görürük ki, burada qeyd olunub ki, Titanik faciəsindən sonra beynəlxalq buz patrulu yaradılmışdı və gəmilərə xəbərdarlıq edir.